Mononatrium glutamat, yəni Y621 qida sənayesində geniş istifadə olunan dad gücləndirici maddədir. Təbii şəkildə bəzi qida məhsullarında mövcud olsa da, bu videoda biz sənaye üsulu ilə əlavə olunan Y621-dən danışırıq. Bu maddəyə əsasən hazır bulyonlar, şorbalar, emal olunmuş ət məhsulları, qəlyanaltılar və fast foodlarda geniş istifadə olunur. Yol verilən miqdardan artıq qəbul edildikdə insanlarda allergik reaksiyalar, nevroloji təsir, həmçinin Çin restoranı sindromu adlanan simptomlara rast gəlinir. Bunlara baş ağrısı, boyun və sinə nahiyəsində gərginlik, tərləmə, ürək döyüntülərinin artması, eyni zamanda halsızlıq kimi əlamətlər daxildir. Belə əlamətlər xüsusilə bu maddələrə həssas olan insanlarda daha çox müşahidə olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida əlavələrinin, o cümlədən Y621-in istifadəsini qanunvericiliyə əsasən tənzimləyir və müəyyən olunmuş miqdarda təhlükəsiz şəkildə istifadəsinə nəzarət edir. Lakin nəzərə almaq lazımdır ki, Y621 müxtəlif qidaların tərkibində qəbul oluna bilər. Bu halda isə zərərli təsir qaçınılmazdır. Məhz bu səbəbdən gündəlik rasionumuzda Y621-in qəbuluna özümüz nəzarət etməliyik. Qida məhsulları alarkən etiketləri diqqətli oxumağınız, Y621 mononatrium glutamat, yəni beynəlxalq adı ilə monosodium glutamat ifadəsinin olub-olmadığına diqqət etməyiniz tövsiyə olunur. Əsasən uşaqlar, hamilə qadınlar və bu maddələrə həssaslığı olan insanlar üçün bu olduqca vacibdir. Eyni zamanda sözdən əmələ keç, sağlam qidalanmanı seç layihəsi çərçivəsində sağlam qidalanma ilə bağlı faydalı məlumatları sizinlə bölüşməyə davam edəcəyik.